alimlər bütün bədənə sürdürməlidir. Ona nə deyirlər İbrahim, sən bilərsən? Buna. Nas? Yox, dəlq. Ha, Dəlq. Cümhur alimlər deyiblər ki, qüsl alanda suyu bütün bədənə çatdırmaq bəs eləyir. Bədənin hər yerinə su dəydisə, bəs eləyir. Dəlq yoxdur, sürtmək. Ayağı, bədəni, əli bədənə sürtmək, çəkmək, su getsin. Buna dəlq deyirlər fuqaha istilahında. Deyirlər ki, bu vacib deyil. Vacib olan hissəsi hansıdır? Bütün bədənə su dəysin. Əgər sən yəqin olsan ki, bədənin hər yerinə su dəyib, artıq bəs eləyir. Bu həm qüsulda bu cürdür, həm də dəstəmaza misal üçün əli saldın suyun altına, su axdı. Belə eləmədin, dəlq olmadı. Cümhur alimlər bunu deyiblər. Bəzi alimlər, məsələn malikilər və bəzi sələf imamlarından var, onlar deyiblər ki, dəlq vacibdir. Bunu nə əsaslanıblar Emil? Deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir qab su ilə qüsul alırdı. Mümkün deyil ki, o su ilə bütün bədənə çatsın. O dəlq eləyirdi. Vururdu əlini suya, dəlq eləyirdi. Buradan tutub deyiblər ki, dəlq vacibdir. Ağla sığmır. Bir sə'a qabda o su ilə qüsul almağı sabit olub Peyğəmbər sallallahu aleyhi və səlləmin. Əl-mühim, cümhur alimlər, onların öz dəlilləri var ki, dəlq vacib deyil, bədənə suyun çatması bəs eləyir. Bir qrup alimlər də deyiblər ki, yox, dəlq vacibdir. Allahu ələm, səhih olan görüş budur ki, dəlq vacib deyil. Əllə bədənə sürtmək vacib deyil. Əgər əmin olsan, yəqin olsan ki, su, qüsul alanda bədənin hər bir yerinə su dəyib, çatıb, sən qüsul almış sayılırsan. Həmçinin də dəstəmazda. Məsələn, ayağı saldın suya, topuğa qədər saldın, çıxartdın, yumadın, yəni əli sürtmədin. O vacib deyil. Səhih olan görüş budur. Allahu ələm.